Ağstafa şəhərinin mərkəzi küçəsində ağacların kəsilməsi ekoloji narahatlıq yaradıb. 32 gün az xəbər verir ki, ərazidə 2 cavan ağac kəsilib və həmin sahədə obyekt tikintisinə başlanılacaq. Məlumatlara görə, yaxın vaxtlarda daha 2 ağacın da kəsilməsi planlaşdırılır. Bu hal yerli ictimaiyyət tərəfindən ciddi etirazla qarşılanıb. Ağacların bu şəkildə məhv edilməsi sakinlər tərəfindən yaşıl terror kimi qiymətləndirilir. Onlar hesab edirlər ki, şəhər mühitinin və ekosistemin qorunması üçün belə hallara qarşı sərt tədbirlər görülməlidir. İnanılır ki, Ağstafa rayon icra hakimiyyətinin başçısı Seymur Orucov bu qanunsuzluqla bağlı operativ tədbir görəcək. Ağacların kəsilməsinə səbəb olanlar cəzalandırılacaq və həmin ərazidə yaşıllaşdırma bərpa olunacaq. Xatırladaq ki, 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi Elşən Şirinovdur. İdarənin xidməti ərazisinə Ağstafa ilə yanaşı Gədəbəy, Qazax, Şəmkir və Tovuz rayonları da daxildir.